Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bari'il halaikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Habibi ilahil alemin Ebil Qasim Muhammed. Allahümme salli. وآله الطيبين الطاهرين المنتجبين المكرمين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. فأما الإنسان إذا ما ابتلاه ربه فأكرمه ونعمه فيقول ربي أكرمن. وأما إذا ما ابتلاه فقدر عليه رزقه فيقول ربي أهانني. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. Allah Teala bizleri inşallah tekva ehlinden mütteqilerden karar versin inşallah. Bu mübarek Cümə günündə Allah Teala özümüzün, dünyasını değişən valideynlərimizin günahlarını bağışlasın. Mübarək Cümə günü Məhərrəm ayının 2-ci günündəyik. Həzrət Peyğəmbərimizin pak əhli beytindən Həzrət İmam Hüseyin əleyhissalam və onların yar-ı ənsarlarının əhli beytinin Kərbəlada şəhid olan günləridir. İslam aləmində Müslümanlar bu ayın ilk günləri daxil olanda əimmə əthardan, yəni imamlarımızdan da zikr olunan və qeyd olunan əza məclisləri Müslüman aləmində də qeyd olunar, zikr olunar. Allahın verilik əzəmətinə, böyüklüyünə və Kərbəla şəhidlərinin haqqına, vətənimiz uğrunda canların fəda eləmiş şəhidlərimizi də məqamların ali uca eləsin. Kərbəla şəhidlərinə və seyyid-ü şühədaya qovuştursun. Əziz ruhlarına salavat zikr edək. Allahümme salli ala Muhammedin və ali Muhammed. Mövzumuz ilahi təqdirə razı olmaq, yəni Allah Teala'nın təqdirinə razı olmaq mövzusudur ki, keçən dəfəki səbir mövzusunun bir növ davamı kimidir və yaxud eyni ilə insan təfəkküründə, müsəlmanın düşüncəsində yer alması lazım olan ilahi razılıq, Allah Teala'dan razı olmaq, Allahın qədərinə bizim üçün təyin elədiyi təqdirə razı olmaq baxımından dünyaya necə baxa bilərik? Ümumiyyətlə, Allah-u Teala hər bir bəndəsi üçün fərqli qədər müəyyən eləmişdir. Və bu qədərə o bəndəsinin razı olmasını istəyir Allah Teala. Allah-u Teala'nın istəyi bəndəsindən təyin etdiyi təqdirə razı olsun. Bu elə əslində bəndənin übudiyyət mərhələsidir. Übudiyyət vəzifələrindəndir. Yəni Allahın istəyinə təslim olmaq, razı olmaq, boyun əymək insanın bir qulun übudiyyət vəzifəsidir. Übudiyyət nədir? Übudiyyət bir bəndənin Allahın qulunun, ki abd sözüdür, o qulun adı, o qulun əməl mərhələsi übudiyyət mərhələsi sayılır. Yəni abd olmaq, qul olmaq Allah Teala'nın əmrlərinə təslim olandır və yaxud ibadət edənə abid deyərlər. Quran-ı Kərimdə Həzrət Peyğəmbərimiz bir çox yerlərdə Həzrət Peyğəmbərimizi Allah Teala əbdim deyə, qulum deyə müraciət edir, adlandırır. Və bu da onu göstərir ki, əsl məqsəd Həzrət Peyğəmbərimizə ki, mənim qulum, mənim əbdim adlandırır, əsl məqsəd təkcə ibadət deyil. İbadət bir vasitədir. Əsl məqsəd Allah Teala'nın
ubudiyyətinə, Allah Taala üçün ubudiyyətə çatmaq üçün ubudiyyət mərhələsini əldə eləmək üçün gedilən yoldur. İbadət nədir? İbadət bəlli bir zaman kəsimində, müəyyən bir zamanda, müəyyən bir vaxtda və yaxud məkanda xüsusi göstərişləri olan və mənəvi ruhu olan rituallardan ibarətdir ibadət. Məsələn, namaz xüsusi bir vaxtı var. O vaxtlarda Allah Taala vacib buyurub bəndəsinə ki, qarşısına dayanıb namaz qılsın. Və yaxud Ramazan ayı yetişəndə müəyyən bir zaman kəsimində oruç tutsun və yaxud müəyyən bir məkanda həcc ibadətlərini yerinə yetirsin. İbadət bunlardan ibarətdir. Müəyyən bir mənasikdən, yəni ibadət əməllərindən ibarətdir. Zaman kəsimi içərisində və məkan kəsimi içərisində. Namaz kimi, oruç kimi, zəkat kimi, həcc kimi və s. Ubudiyyət isə ibadətin anlamını insanın öz həyatına nüfuz elətdirməsidir. Yəni ibadət, ubudiyyət ibadətin təkcə əməllərdə, rituallarda qalmasından ibarət deyil. O ibadətin insanın həyatına, əməllərinə sirayət etməsidir. Əgər o ibadət bir müsəlmanın, bir möminin, bizlərin, hər birimizin ömrümüzə, həyatımıza, davranışımıza, əməllərimizə sirayət edərsə, onda ubudiyyət sifəti qazanmış olaraq. Yəni həmin ibadət ubudiyyətə çevirilər. Deməli, ibadət ubudiyyət üçün bir vasitədir. Ubudiyyətə gedən, Allah Taala'ya qul olmağa gedən yolda bir vasitədir. Yəni insanın ruhunun yüksəlməsinin, ucalması üçün ibadət bir vasitədir ki, insan ubudiyyət sifətlərini əldə edə bilsin. Bu mənada Allah Taala bizləri o ubudiyyət sifətlərindən biri də onun özünün bizim üçün təqdir etdiyi, qərarlaşdırdığı qədərə razı olmaqdır. Necə ki, Allah Taala yəni qüdsi hədislərində də buyurur ki, mən bəndəmin başına bəzi hadisələri gətirərəm, kim ona razı olmasa, getsin özünə başqa bir ilah axtarsın. Başqa bir ilahın axtarışında olsun. Yəni, bəndəm üçün təqdir elədiyim bir hadisəni, bir bəlaya razı olmasa, onda başqa bir ilah axtarsın. Və yaxud Həzrəti Əmir Al-Mömin əleyhissalam buyurur ki, İnnəkum in radıytum bil qadai tabə ayşətukum. Buyurur ki, sizlər əgər Allah Taala'nın qəzasına, yəni təqdirinə razı olsanız, sizin yaşayışınız çox rahat olar. Yəni, insan Allahın təqdirinə razı ola bilsə, razılıq düşüncəsinə yetişə bilsə, həyatın sıxıntıları onun üçün asanlığa çevirilər. İnsan o sıxıntıları hiss eləməz, o sıxıntıları rahat atlaya bilər. Bəndə bilsə ki, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهُ فَهُوَ حَسْبُهُ. Bu düşüncəni, bu ayət-i kərimədən irəli gələn düşüncəyə həqiqi sahib ola bilsə, yəni nə deməkdir mənası? Kim Allaha təvəkkül eləsə, Allah Taala ona kifayət eləyər, bəs edər. Allah həmin bəndəsinə kifayət eləyər, amma təvəkkül olsa. Yəni təvəkkülü qəlbən, tam təslimiyyətlə, tam necə deyirlər, bütünlük, bütün varlığımızda, istər mənəvi, istər maddi varlığımızla Allah-u Teala'ya təvəkkül eləyə bilsək, Allah-u Teala bizə kifayət eləyəcək və bizi bütün çətinliklərdən çıxarmağa səbəblər ortalığa çıxardacaq. Yox, Allah Teala'ya təvəkkül olmasa, baş verən hadisələrə səbəblərdən başqa Allahı günahlandırmaq, onun günahlandırmaq olacaq işimiz və Allah Taala'nı başlayacağıq ittiham eləməyə. Halbuki Allah-u Teala bizim onu günahlandırmağımız üçün heç bir səbəb yoxdur. Allah-u Teala bizi sevərək xəlq eləyib. Allah Teala xəlq elədiyi bütün varlıqları, xüsusən bəndələrini sevərək xəlq eləyib və öz sevgisindən, məhəbbətindən əsirgəməyib. Biz fikirləşməliyik ki, Allah bizi sevir. Allah qəlbində, düşüncəsində onu ittiham eləyən ilk öncə anlamalıdır ki, Allah Teala sevdiyi bəndəsinə hansısa bir zülmü
yəni boş yerə, nədənsə lazımsız yerə rəva görməz. Bir bəla baş veribsə və o bəlanı, o müsibəti, o hadisəni əgər biz səbəblərindən, əsl səbəbləri özümüzdən asılı deyilsə, onu Allah Teala'dan bilib və yəni Allahın qəza və qədərindən bilib ona razı olmamız lazımdır. Əgər razı ola bilməsək, Allah Teala bizi neynər? Deməli bizim ona razı olmamağımız Allah'tan narazı olmağımızın səbəbidir. Allah Teala əgər bizi sevməsəydi, saysız hesapsız nemətlər bizə bəxş eləməzdi. Bu nemətlər Allah Teala'nın bizə minnətsiz, yəni hesapsız verdiyi nemətlərdir. Allahın rəhmət sifətlərinin qəzəb sifətlərindən çox olması onu göstərir ki, Allah Teala bizi sevərək xəlq edib. Bizimlə heç bir düşmənçilik yoxdur. Hansısa bir bəlanın həyatımızda baş verməsi, hansısa bir çətinliklərin qarşımıza çıxması Allah Teala'nın bizi sevmədiyindən irəli gəlmir. Bəs Allah niyə bizim başımıza və yaxud mənim başıma filan işi gətirdi deyə düşünsək, bu sualı versək, sualdakı düşünmədə əvvəl ittiham var, etiraz var. O ittihamın özündə də bir etiraz var. Allah Teala'nın bu necə deyirlər, təqdiratına qarşı, təqdirinə qarşı, qədərinə qarşı bir etiraz var. Bu etiraz, ittiham insanı cəhənnəmə gedəcək yola səbəb yaradar, səbəbiyyət yaradar. İkinci ittiham, insan Allahı onu görməməkdə bəzən ittiham edir. İnsan sanki elə düşünür ki, Allah Teala onu görmür. Və bəzən hansısa bir çətinliklə, müşkillə rastlaşanda, xüsusən ard-arda o müşkillərlə rastlaşanda belə düşünür, belə fikirləşir. Bəzən də dilinə gətirir. Deyir ki, görəsən Allah bunu görmür, mənə bu qədər zülümlər olunur, bu qədər sıxıntılarla qarşılanıram. Və bu çox böyük bir ittihamdır. Rəbbimizə qarşı, Allah Teala'ya qarşı böyük bir suizəndir. Ki, Allah Teala məni görmürmü? Diye ittiham eləməklə. Allah Teala xəbəri yoxdurmu? Halbuki Allah Teala nə qədər Qur'an-ı Kərimdə, ayət-i kərimədə buyurur ki, mən hər bir şeyə şahidəm. Mən innehu semi'un alim. Allah Teala hər şeyi eşidəndir. Qarışqanın pıçıltısını belə eşidəndir. İnsanın qəlbindən keçən düşüncəni belə biləndir. Və hər bir elmə sahibdir. Onun elmi hər şeyi əhatə eləmişdir. İnsanın hələ düşüncəsindən keçən düşüncələrə Allah-u Teala alimdir. Biz necə düşünə bilərik ki, Allah Teala hansısa bir bəla, müsibət, sıxıntı baş veribsə mənə Allahı görməməkdə, şahid olmamaqda, bilməməkdə, elmsizlikdə ittiham edək. Bütün bu ittihamlar bizi Allah Teala'nın bütün bu elmindən xəbərsiz olma kimi küfrə yönəldir və cəhənnəmə səbəbiyyət yaradır. Amma insan düşünsə ki, bütün bunlarda Allah Teala'nın xəbəri var, Allah Teala'nın gözü qarşısındadır. Mənə edilən və nə olunan hansısa bir çətinlik, sıxıntı, zülm Allah Teala'nın gözü qarşısındadır və Allah Teala bundan xəbəri var. Bəs xəbəri varsa niyə bir çarə eləmir? Deməli, bu sıxıntının arxasında bir hikmət var. İlahi hikmət var. O ilahi hikməti biz necə deyərlər, hikmətin var oluşuna imanımız olsa və Allah Teala'nın bizi sevdiyinə imanımız olsa, o imanı idrakımız yetişsə, biz Allah haqqında hansısa küfrə yetişəcək ittihamlarda olmarıq. O ittihamları artıq nə fikrimizə gətirərik, nə düşüncəmizə gətirərik. Kamil insan, yəni hər bir necə deyirlər, gözəl şəkildə Allah haqqında hüsn-i zənlə düşünən insan hər şeyin baş verməsini Allahın gözü qarşısında olduğunu düşünər. Necə ki, Hz. İmam Hüseyin əleyhissalam Aşura günündə, bugünkü günlər, Məhərrəm günlərində Hz. İmam Hüseyin əleyhissalamın çəkdiyi müsibətlər və susuzluq günləri, Aşura günündə qətliyamlar, öz övladlarının, səhabələrinin, peyğəmbər balalarının qətlinin və əsir alınmasını Hz. İmam Hüseyin əleyhissalam bütün bu müsibətləri görür. Hətta Hz. Əli Əsğərə su istəyəndə, o körpə uşaq üçün su istəyəndə, onun qucağında ikən oxlanmasını görəndə Allah Teala'ya
Həzrəti İmam Hüseyin əleyhissalam naümid yanaşmadı, bədgüman yanaşmadı. Bilirsiniz nə dedi? Dedi ki, havvənə aleyyə mə nəzələ bi ənəhu bi'aynillah. Mənə bu zülümlər, bu müsibətlər ona görə asan da olur ki, İmam Hüseyin əleyhissalam necə kamil şəkildə, kamil düşüncənin nəticəsi budur. Bu müsibətlər mənə ona görə asan da olur ki, bütün bu hadisələr Allah Taala'nın gözü qarşısında baş verir. Yəni Allah Taala bilir, görür və eşidir. Və bu müsibətlərdən heç birisində Allaha necə deyirlər, üsyan eləmədi. Narazılıq belə eləmədi. Niyə belə oldu? Niyə Əli Əsqərimi susuz qucağımda oxladılar, şəhid elədilər? Niyə Əli Əkbəri minlərlə, yüzlərlə udvan döyüşçü düşdü üstünə, paramparça doğradı? Şibhi Peyğəmbəri, Peyğəmbərin oxşarın. Bir dəfə niyə kəlməsini demədi, zikr eləmədi. Yəni bizlər İmam Hüseyin əleyhissalamı sevənlər, İmam Hüseyin əleyhissalamın ardıcılları necə kamil insan reaksiya verməlidir sıxıntılarda, çətinliklərdə? İmam Hüseyin əleyhissalam bizim üçün bir gözəl bir nümunədir. Qudvatul həsənədir. Bundan başqa Allah-u Teala Fəcr surəsinin 15-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Fəəmməl insanu izə məbtəlahu rabbuhu fəəkramahu və nə'amahu fəyəqulu rabbi əkrəmən. Buyurur ki, elə ki insana Rəbbi tərəfindən bir ikram, bir yaxşılıq yetişəndə, o nemətlərlə bürünəndə, nemətlənəndə, yəni bir insana bir nemət nəsib olanda, bir yaxşı bir nemət nəsib olanda, nə bilim, mal, mülk, vəzifə, hansısa övlad nemətinə sahib olanda insan düşünər, deyər ki, fəyəqul, belə deyər, Rabbi əkraməni, Rəbbim məni əziz tutmuşdur, məni sevib deyə mənə bu nemətləri bəxş edib. Nemət veriləndə elə düşünər ki, Rəbbim məni sevdi, mənə bu nemətləri verdi. Halbuki Rəbbimiz biz dünyaya gəlməmişdən bizim təqdirimiz yazılanda bizi sevib dünyaya gətirir. Çətinliklərimizlə, asanlıqlarımızla, rahatlığımızla, sıxıntılarımızla. Allah-u Teala bizi sevməsəydi bu dünyaya gətirməzdi, xəlq eləməzdi. Amma bir yaxşılıq bizə üz verəndə düşünərik ki, Allah bizi sevdi deyə bu yaxşılığı bəxş elədi. Sonra ayənin davamında növbəti ayətdə buyurur: Və əmmə izə məbtələ fəqadara aleyh. Elə ki birinə də və yaxud elə həmin adama bir çətinlik, sıxıntı, bir güzaranında darlıq, sıxıntılıq üz verəndə o da belə fikirləşər və belə deyər: Fəyəqulu Rabbi əhənəni, Rəbbim məni alçatdı deyə düşünər. Yəni bir bəla üz verəndə, bir bəlaya mübtəla olanda elə deyər ki, elə düşünər ki, Rəbbim məni aşağı bilib, məni alçaq bilib deyə məni bu bəlalarla sıxıntılara salıb deyə düşünər. Halbuki belə deyir. Kəllə. Allah-u Teala növbəti ayətdə qəti şəkildə insanların bu cür düşüncəsini inkar eləyir. Buyurur ki, sizin düşüncəniz doğru deyil. Bir yaxşılıq üz verəndə düşünəsiz ki, Allah məni sevdi, bu yaxşılığı mənə əta elədi. Və yaxud Allah Teala məni sevmədi, məni alçaq gördü deyə bu pisliyi, bu çətinliyi mənə rəva gördü. Kəllə, əsla belə deyil. Bəllə tukrimunəl yetim. Halbuki siz özünüzə baxın, öz əməllərinizə baxın. Sizlər yetimə ikram eləmirsiniz. Sizlər ətrafınızda olan yetim uşaqlara, ehtiyacı olanlara, olan kiçik yaşlı uşaqlara ikram eləmirsiniz, yaxşılıq eləmirsiniz. Onların çətinlikləri ilə maraqlanmırsınız, sıxıntıları ilə maraqlanmırsınız. Və la tahadduna ala ta'amil miskin. Və bir-birinizin miskini, kasıbı, fəqiri yedizmək üçün təşviq eləmirsiniz, rəğbətləndirmirsiniz. Bir-birinizə demirsiniz ki, bəlkə birinə kömək eləyək. 2 nəfər, 3 nəfər yığışanda, yəni bəzən bilirsən ki, o qədər şeylərdən danışırıq, heç bizə aid olmayan, o qədər lazım olmayan o qədər şeylərdən danışırıq. Amma bizə sabahları lazım olacaq, qiyamət günündə əlimizdən tutacaq, bizi cəhənnəmin odundan xilas eləyəcək bir şey haqqında düşünmürük. Bəlkə gedək filan kəs bir kasıbı, fəqiri, necə deyirlər, ona bir kömək eləyək, bir yardım eləyək. Gücümüz satanlar. Nəyə gücümüz satır? Və tə'kulunət turası əklən ləmmə. Və sizlər yetimin
irsini, yəni mirasını öz malınıza qatışdırıb yeyirsiniz. Baxmırsınız bu yetimin malıdır, bu başqasının malıdır, bu qardaşımın malıdır, bacımın malıdır. Fərqi yoxdur. Başqasının malı deyəndə ki, görürsən ki, bir ailənin içərisində insanlar qardaş bacı demədən miras, atadan qalan mirası, yəni adilcəsinə deyil, yəni qeyri-ədalətli şəkildə bölgüsünə belə fikir vermirsiniz ki, bu miras görəsən bərabər şəkildə adil bölündü, yoxsa elə mənə nə çatacaq örfdən, adətdən və yaxud başqa şeylərdən irəli gələn, nəfsi istəklərdən irəli gələn şeylərlə bölüb yeyəcəyik. Və sonra buyurur, və tuhibbunəl mələ hubben cəmmə, və sizlər mal dövləti, pulu çox böyük sevgi ilə sevirsiniz. Yəni, belə bir düşüncənin sahibi olmaq, hansı düşüncənin yaxşılıq yetişəndə ilahi, sən məni əzizləmirsən, sevmirsən deyə mənə yaxşılıq eləmirsən, ikram eləmirsən, pisliyi üz verəndə isə məni ilahi alçaq görmürsən, bu pisliyi mənə nəsib eləmirsən, deyir. Bu düşüncə bu 4 xüsusiyyətdən irəli gəlir. Kimin malını yemək? Baxmadan kasıbı, fəqiri yedizdirməyə, bir-birinizi rəğbətləndirməmək, mirası, kimlərinsə mirasını ağına, bozuna baxmadan, həddinə, hüduduna baxmadan onlardan istifadə eləmək və dünya malını çox sevməkdən irəli gəlir bu düşüncələr. Yəni, ilahi qədərə razı olmamağın səbəbləri dünyaya bağlı olmaq, dünyaya artıq bağlı olmaq, hər şeyin dünya malında olmaq düşüncəsinə sahib olmaqdan irəli gəlir. Ki, bu düşüncəyə sahib olanlar nə olar? Allah göstərməsin. Hz. Əmir Əl-Mömin əleyhissalamın buyurduğu kimi, əşəddun nəsu azəbən yevməl qiyaməti əl-mutasəxxitu liqadailləh. Qiyamət günündə ən çox əzaba düçar olacaq insanlar Allah Taala'nın qəza və qədərinə razı olmayıb qəzəblənənlərdir, darılanlardır. Allah Taala'nın qəza və qədərinə bizə hikmətlə qəza kəsdiyi, təqdir etdiyi hadisələrə razı olmamaqdır ən böyük əzabın səbəbi. Heç də, məsələn, başqa günahları zikr eləmir Həzrət Əmir Əl-Mömin. Deyir, ən böyük şey Allah Taala'nın təqdirinə, qəzasına razı olmamaqdır. Yəni, bu nə deməkdir? Ümumiyyətlə, əvvəldən Allah Taala'nın təqdiratına necə deyərlər, narazılıqdır. Ona görə həyatımızdakı narazılıqlar, bəzən görürsən ki, şikayət edirik, ancaq fərqində olmarıq ki, biz Allah Taala'nın təqdirinə şikayət edirik. Təqdirinə qarşı şikayət. Biri-birimizə öz problemlərimizdən, öz çətinliklərimizdən şikayət edirik, şikayətlənərik. Halbuki Allah Taala buyurur ki, məni qoyub, mənim qəza və qədərimdən, mənim təqdirimdən, mənim bəndəmə niyə şikayət edirsən? Məndən onun həllini istə, açarını istə. Bəla onsuz da var. Bəla insan yaşadıqca, ömrünün sonuna qədər insan fərqli-fərqli mübtəlalarla, bəlalarla mübtəla olub imtihan olunacaq. Bu vaz keçilməzdir. Bunu həyatımızdan mümkün deyil çıxardaq. Hər kəs bəlalarla qarşılaşacaq. Səbirsizlik edib özümüzə ziyan vurmaqdansa, səbir və razılıqla reaksiya vermək o bəlaya əslində bizə xeyrə çevirilər. O bəla bizə xeyrə çevirilər. Ona görə Allah Taala Quran-ı Kərimdə də o bəlaların ən böyüyü bir neçəsini zikr edir Bəqərə surəsindəki. O kəslər ki, aclıqla, yoxsulluqla, mal itkisi ilə, can itkisi ilə və digər bəlalarla üzləşəndə onlara səbr etməyi buyur ya Peyğəmbərim və cənnətlə onları müjdələ. Və sonra buyurur ki, o kəslər ki, deyərlər ki, o bəla vaxtı deyə bilərlər ki, inna lillahi və inna ileyhi raciun. İlahi, biz hamımız və malik olduğumuz hər şey sənindir və dönüşümüzlə qayıdacağımız yer də sənindir. Bunu deyə bilənlər nicat tapacaqlar. Allahın salavatına məruz qalanlar onlar olacaq. Allah Taala'nın xeyir duasına ala bilənlər onlar olacaqlar. Həmin çətinlik vaxtı səbr edənlər. Allah Taala bir problemi verəndə gərək razılıqla qarşılayaq. Razılıqla qarşılayanda o problemi Allah Taala ikinci problemi bəxş eləməz.
İkinci müşkülü verməz. Görürsən ki, insanlar şikayətlənir. Mənim həyatım heç problemdən qurtarmır da. Bir problem bitir, o birisi başlayır. Biri bitir, o birisi başlayır. Biri bitməmiş, o birisi başlayır. Bunun əsas səbəblərindən biri o problemlərə narazı yanaşmaqdır. İnsan ki, Allah Taala'nın verdiği o belaya, o probleme narazı yanaştı ilk gündən. Onu Allah'ın necə deyirlər, Allah'a qarşı suizənlə yanaştı. O problem düzəlməz. Onun davamı gələr. Başqa bir problemlə əvəz olar. Amma elə ki, insan Allah Taala'nın verdiği müşkülə, təqdirata, təbii ki, gücü çatdığı qədər həll eləməyə çalışandan sonra gücü yetməyəndə razı qalsa, Allahın qədərinə razı qalsa, Allah ikinci müşküllə onu imtihan eləməz. İkinci müşküllə onu sıxıntıya salmaz. Hz. Əmir Al-Mömin əleyhissalam buyurur ki, مَا دَفَعَ اللّٰهُ سُبْحَانَهُ وَتَعَالَى عَنِ الْمُؤْمِنِ شَيْئًا مِنَ الدُّنْيَا وَعَذَابِ الْآخِرَةِ إِلَّا بِرَضَاءِ لِقَضَائِهِ وَحُسْنِ صَبْرِهِ عَلَى بَلَائِهِ. Buyurur ki, Allah Teala mümindən bir şeyi dünya və ahirət əzabından dəf eləyər, o zaman ki, o Allahın qəzasına razı olar, qəza və qədərinə razı olar və o gələn bəlaya hüsn səbirlə, gözəl səbirlə səbr eləyə. Allah'ın verir ki, izzətinə, cəlalına, bizi Allah Taala'nın təqdiratına, qəza və qədərinə razı olanlardan eləsin inşallah. Biz Allah Taala'nın qəza və qədərinə razı olsaq, Allah Taala da bizdən razı olar inşallah. Ən gözəl ilahi razılığı qazanmağın yolu bax budur. Necə deyək? İnsan övladı deyir, mən necə edeyim ki, Allah'ın razılığını qazanım? Birinci o razılığı qazanmağın yolu bizim Allah'tan razılığımızdan keçir. Biz Allah'ın təqdiratına, bəlalarına razı olabilsək, Allah Teala da bizdə onda razı olacaq. Allah Teala inşallah o izanı, o düşüncəni bizlərə nəsib eləsin. O dünya görüşü bizlərə nəsib eləsin. Allah Teala zamanə imamımızın nəzərlərinin üzerimizdə qərar versin, zuhurun təzil eləsin. O niyyətə salavat zikr edək. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Sadakallahul aliyyul azim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve bari'il halaiqil ecmaîn ve's salatu ve's selamu ala seyyidina ve nebiyyina habibi ilahil alamin Ebu'l Qasim Muhammed وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين عليه السلام وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل على محمد وعلى محمد. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizi ve özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqva əhlindən qərar versin inşallah. Əziz müminlər, bilirsiniz, dediyimiz kimi bugünkü günlər əza günləridir. Hz. İmam Hüseyin əleyhissalamın əzası saxlanılır hər yerdə, o yerlərdə ki, o məclisləri Allah Teala ali dərəcədə qəbul eləsin. Bizi Hz. İmam Hüseyin əleyhissalamdan dünya və ahirət ayrı salmasın. Allah-u Teala o həzrətə öz kamal sifətlərindən bəxş eləmişdir. Yəni İmam Hüseyin əleyhissalama öz gözəl kamal sifətlərindən bəxş edib. Necə ki İmam Zeynəl Abidin əleyhissalam buyurur ki, Nəhnu əsmaul husna, bizik Allah Teala'nın gözəl isimləri.
gözəl sifətləri bizik. Yəni dünyada insanların arasında Allah Taala'nın gözəl sifətlərini təcəlli elətdirən, insanlara nümunə kimi Allahın sifətlərinin təcəllası olan onlardır. O şərif sifətlərdən bəzilərini imam üçün nümunə qərar vermiş və ona məxsus eləmişdir. Məsələn, biri budur ki, ilahi sifətlər zümrəsində bütün yaradılmışlar, bütün məxluqat Allah Taala'nı təsbih eləyər, zikr eləyər. Allah Qur'an-ı Kərimdə də buyurur ki, "Yusabbihu lillahi ma fis-semawati və ma fil-ard." Göylərdə, səmalarda və yerdə nələr var, hamısı Allahı təsbih eləyir, zikr eləyir. İndi Allah Teala bu gözəl sifətlərindən öz bəndəsi, kamil bəndəsi olan İmam Hüseyn əleyhissalama da əta eləmişdir. Buyurur ki, rəvayətlərdə, hədislərdə yəni buyurulur ki, bütün əşyalar, bütün məxluqat İmam Hüseyn əleyhissalamın müsibətinə ağlayarlar. Bizlər onu hiss eləmərik. Necə ki, bütün məxluqatın Allahı təsbih eləməsini bizlər hiss eləyə bilmərik. Biz bilmərik, daş, divar, taxta, nə bilim, yaradılmışlar, heyvanat, nəbatat, cəmadat, bunlar Allahı necə təsbih edir? Biz bilmərik. Biz yalnız öz cinsimizdən olan insanları hiss eləyə bilərik, duya bilərik. Amma hədislərdə var ki, necə Allahı bütün məxluqat təsbih eləyir, eyni ilə də o məxluqat, bütün məxluqat İmam Hüseyn əleyhissalam şəhid ediləndə hamısı müsibətə düşdü, ağladılar. Həzrəti İmam Hüseyn əleyhissalam üçün ağladılar, hüzünləndilər. Məsələn, səmanın ağlamağı qan yağışının yağması ilə oldu ki, hədislərdə var, rəvayətlərdə var ki, neçə gün və yaxud neçə ay yağış, qan yağışı yağdı. Yerin ağlamağı bu oldu ki, hər hansı bir daşı tərpədəndə altından qırmızı qan sızdı. Balıqların sudan çıxmağı, havanın ağlamağı, onun qaralması, günəşin və ayın tutulması o məxluqatın, yaradılmışların İmam Hüseyn əleyhissalam üçün əza saxlaması oldu, hüzünlənməsi oldu. İkincisi, Allah Taala'nın ilahi tövhid fitrətində insanları o fitrətdə xəlq edib, ilahi tövhid fitrətində. Necə ki, Qur'an-ı Kərimdə Allah Teala buyurur ki, Allah Teala o fitrətdəki din əsasında bütün insanları xəlq edib. Yəni, insanları din əsasında bir fitrətdə xəlq edib. Hətta bütpərəstlər, dinsizlər, qəlbən bunu iqrar edənlər, belə dilləri ilə inkar eləsələr belə Allah Teala'nın tövhidi üzərində xəlq olunmuşlar. İmam Hüseyn əleyhissalama insan qəlbinin yanması da fitridir. Necə Allah bütün məxluqatı tövhid fitrəti üzərində dünyaya gətirib, İmam Hüseyn əleyhissalamın da müsibətin hansı insana desən, bir müşrik, bir dinsiz, bir ateist, nə bilim, hansısa bir dinə mənsub olan o müsibəti eşidəndə onun qəlbində riqqət əmələ gəlir. Onun qəlbi İmam Hüseyn əleyhissalama sızdıyır, qəlbində sızıntı yaranır. Bu mənada tarixdə də, bugünkü günümüzdə də bunların şahidi oluruq. Üçüncü, Allahın kamal sifətlərinin həqiqətində ismi fəzli, yəni əf'alu vəzni üzərində işlənmiş, zahirdə bu vəzindən istifadə olunur. Məsələn, buyurulur ki, duaların birində Allahümmə inni əsəluka min bəhaikə bi əbhahu. Allahım, səni an veririk nurlarının ən nuranisinin haqqına. Halbuki sənin tamam nurların nuranidir. İmam Hüseyn əleyhissalam bu sifətə münasibətdə ən böyük müsibətini zikr eləmək istəyəndə insan övladı qalır belə, məəttəl qalır. Hansı müsibətini zikr eləsin? Allahın ən böyük nurlarının deyəndə hansı nurunu zikr eləmək məqbul sayılar? Eyni ilə də Həzrəti İmam Hüseyn əleyhissalamın hansı müsibətin zikr eləyək ki, o müsibətinə qəmgin olaq. Allah Teala bəndələri özünə yaxınlaşdırmaq istəyəndə onlardan razı qalmaq üçün çoxlu ibadət yolları qoymuşdur. Bəndələrindən razı qalmaq üçün fərqli ibadət təyin eləmişdir Firəuddində. Bu ibadətlər vasitəsilə
buyurur ki, Allaha yaxınlaşın, Allah Taala'nın razılığını qazanır. Hz. İmam Hüseyin əleyhissalam bu ibadətlərlə bərabər Allah Taala'nın razılığını qazanmaq üçün ən gözəl vasitələrdən, vəsilələrdən biridir. Bəzən bəzi qəlblər yalnız qəribçiliyə düşməklə riqqətə gələrlər. Bəziləri gəlməz. Bəziləri məsələn qəriblik hala düşəndə, qərib yerə düşəndə qəlbi riqqətə gələr, incələr, ruhu incələr və Allah Taala'dan dua edər. Amma bəziləri susuz qəribi təsəvvürə gətirəndə o qəlb daha dözməz. Biri qəribdir, özü də susuzdur. Susuz qəribdir. Və o susuz qəribi kimlər öldürür? Kimlər zülmlə, cövrlə öldürür? Elə Həzrəti Peyğəmbərimizin əslində özlərini ümmət adlandırdıqları biriləri. Əslində iman gətirməyiblər onlar. Əgər iman gətirsəydilər Peyğəmbərin balasını öldürməzdilər. Amma onların qəlbləri ona necə deyirlər, əhmiyyət vermədilər. O qəlblər ki, susuz qəribin vəhşicəsinə, necə deyirlər, udvan, düşməncəsinə öldürülməsinə qəlblər dözmür, amma onlar Hz. İmam Hüseyin əleyhissalamın qarşısına dayananlar onlara baxmadılar və Hz. İmam Hüseyin əleyhissalamı şəhadət etirdilər. İmam Sadiq əleyhissalamdan hədis-i şərif var. Buyurur ki, İqra'u surətəl fəcri fi fəraidikum və nəvafilikum və innəhu surətul Hüseyin ibn Ali. Birinci mövzumuza qayıdıram bu məsələdə, bu mövzuda, bu hədisdə. Buyurur ki, imam, öz vacib və müstəhəb namazlarınızda Fəcr surəsini oxuyun. Çünki o Hüseyin ibn Əlinin surəsidir. Fərğəbu fiyhə rahiməkumullah. O surəni oxumağa rəğbətlənin, özü rəğbətləndirin. Allah sizə rəhm eləyər. Soruşurlar imamdan, Əbu Üsama adlı birisi sual verir. Keyfə sarət hazihi surə lil Hüseyin xassə. Dedi ki, necə oldu bu surə İmam Hüseyin əleyhissalama xas oldu, xüsusi oldu. Dedi ki, imam cavabında buyurdu ki, Ələ təsmə'u ilə qavluhu teala. Eşitməmsiz ki, Allah Taala'nın sözünü, kəlamını, ya əyyətuhən nəfsul mutmainnə irci'i ilə rabbiki radiyətən mardiyyə fədxuli fi ibadi vədxuli cənnəti. Yəni bu surənin sonuncu ayələrini oxudu Həzrəti İmam Sadiq əleyhissalam. Eşitməmsiz ki, Allah Taala buyurur ki, ey mutmain qəlb, ey arxayın qəlb, ey gözünün qarşısında baş verən bütün müsibətlərə və bəlalara tab gətirərək deyə bilən ki, ilahi, bunlara dözürəm ona görə ki, bilirəm ki, bütün varlığımla, bütün qəlbimlə imanım var ki, bunlar, bu hadisələr hamısı sənin gözünün qarşısında baş verir. Və bu şəkildə Allah Taala'dan mutmaindir, arxayındır. Ey mutmain qəlb, qayıt Rəbbinə tərəf, dön Rəbbinə tərəf. Sən ondan razı halda, o da səndən razı halda. Radiyətən mardiyyə. Birinci özdə razı gəlir, radiyyə. Sonra mardiyyə gəlir. Niyə? Razı olan birinci nəfsdir, insandır. İnsan birinci Rəbbindən razı olmalıdır. İnsan Allah Taala'nın qəza və qədərinə razı olmalıdır. İnsan razı olanda Həzrəti İmam Hüseyin əleyhissalam kimi Allah Taala deyir ki, onda mən də razı olaram. Mardiyyə Allah Taala'nın artıq öz ismidir, sifətidir. Allah razı olar. Ey razı qalınmış Allah tərəfindən. Fədxuli fi ibadi. Mənim xüsusi qullarımın içərisinə daxil ol. Mənim qullarımın içərisinə daxil ol deyəndə bəziləri elə bilir ki, elə bir ümumi qullardır. Ümumi qulların içərisində günahkarlar var, üsyankarlar var, müşriklər var, münafiqlər var. Xeyr. Mutmain bəndə kimin içərisinə, hansı qulların içərisinə daxil olacaq? Peyğəmbər və ali Peyğəmbər, seçilmişlərin muxləs bəndələrin içərisinə. Vədxuli cənnəti, sonra da mənim cənnətimə daxil ol. Demir, cənnətə daxil ol. Deyir ki, mənim sənin üçün xüsusiləşdirdiyim cənnət. Xüsusi sənin üçün Allah Taala cənnət qərar verir. Ya Əbə Abdillah. Bax, razı qəlb, razı olan bu cür radiyyə və mardiyyə. Necə ki, anası xanım Zəhra salamullahi aleyha da belə adlandırılırdı. Rəqəblərindən ən məşhuru
Fatimətüz Zəhra Radiyə, onun bir isimlərindən biri Raziyə idi, bir digər ismi Mərziyə idi. Çünki Raziyə yəni Allahdan razı qalan idi və həmçinin Allah Taala'nın ondan razı qaldığı bəndəsi idi Mərziyə. Allahın verdik izzətinə, cəlalına bizi Həzrəti İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Allah Taala şəhidlərimizi Kərbəla şəhidlərinə qovuştursun. Əskər balalarımızı, ordumuzu, sərhəddə dayanan, düşmənlə üzbəyüz dayanan əskərlərimizi hifz eləsin, məhfuz eləsin. Qazilərimizə, xəstələrimizə şəfa inayət eləsin. Dünya və axirət bizi Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Allahümmə salli ala Muhammedin və Ali Muhammed. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvthər fəsalli li rabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul aliyyul azim.